Can Azərbaycan. Salam əziz dinləyicilər, əziz izləyicilər. İctimai radio qulaq asırsınız. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Bugün Can Azərbaycan verilişində memarlıq sənəti, Azərbaycan memarlığı, müasir memarlığın inkişaf perspektivləri bu haqqda danışacağıq. Bildiyiniz kimi 2026-cı il memarlıq və şəhərsalma ili elan olunub və bu il Azərbaycanda formalaşmış memarlıq üslubları, onların tarixi kökləri və müasir dövrdə davamı xüsusi aktuallıq kəsb edəcək. Düşünürəm ki, bu il biz Can Azərbaycan deyərək memarlarımıza xüsusilə müraciət edəcəyik və bu sahədə öz işinin peşəkarı olan memarlarımız da az deyil. Biz onların hər birinə indidən uğurlar arzu edirik və böyük məmnuniyyətlə verilişimizin qonağını sizə təqdim etmək istəyirəm. Qonağımız memar dizayner, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Urfan Məmmədovdur. Urfan bəy, xoş gəlmisiniz. Xoş gördük. Urfan bəy, sizi sosial şəbəkələrdə izləyirəm və bu günlərdə səhv etmirəmsə paylaşdığınız bir post o qədər diqqətimi çəkdi ki, deməli, uşaqlara master-klass keçmisiniz, onlara memarlığın sirlərini izah edirsiniz, memarlığın necə gözəl bir sahə olduğunu izah edirsiniz və sonda da soruşmusunuz ki, kim memar olmaq istəyir? Çox az uşaq əlini qaldırır. Bu o qədər xoşuma gəldi və buradan əlbəttə ki, sual yarandı ki, görəsən memarlıq necə bir peşədir? Yəni, bu qədər mi çətin peşədir ki, hətta uşaqlar belə əllərini qaldırmağa qorxublar? Onlar çox ağıllı uşaqlar idi, qaldırmayanlar. Çünki tam peşəni bilmədən bu sahəyə can atmaq riskli ola bilər. Çünki mən əvvəlki illərdə ümumiyyətlə həmişə təbliğ eləmişəm öz bloq yazılarımda, öz çıxışlarımda ki, memarlıq gözəl sənətdir, bəşəri sənətdir, bura insanlar cəlb olunmalıdır. Amma peşəkar işlə məşğul olandan sonra ən əziz insanlara, yaxın insanlara məsləhət görmürəm. Nəyə görə? Çünki bununla məşğul olmaq üçün bütün həyatını və ömrünü qoymalısan. Və hamıda o qədər güc yoxdur, o qədər səriştə yoxdur ki, ömrünü bura xərcləyə bilsin. Ona görə indiki dövrdə çox da məsləhət görmürəm hamıya. Əgər kimsə ki, öz həyat və ömrünü bu işə adaya bilirsə, gəlsin. Amma olmayacaqsa, nəticə də yaxşı olmayacaq. Yəni, siz elə danışdınız ki, memarlıq haqqında mən bir anlıq o məşhur şairləri fikirləşdim, məşhur yazıçıları, opera müğənnilərini ki, biz ömrümüzü, canımızı bu sənətdə qoymuşuq. Memar kimdir, Urfan bəy? İnanırsınız ki, mən 15 ildən artıqdır ki, bu işlə peşəkar məşğul olsam da, hələ də özümə memar deməyə çəkinirəm. Bax, memarlıq belə bir peşədir ki, sən nə qədər çox işləsən də, tam memar olmaq zirvəsinə çatmaq üçün daha çox bir növ ömür xərcləməlisən, daha çox təcrübə yığmalısan, daha çox gəzməlisən, görməlisən, işləməlisən. Memar sözünü, tərifini demək lazım olarsa, müxtəlif təriflər var. Mənə görə insan həyatını, insan və ya da insanların həyatını həm estetik, həm də funksional olaraq şəkilləndirən peşə sahibidir memar. Yəni, insanların, bütün toplumun həyatını memarlar, şəhərsalma mütəxəssisləri həm texniki cəhətdən, praktik cəhətdən, həm də estetik cəhətdən formalaşdırır. Bunun başqa bir qısa tərifi yoxdur. Çünki insanın həyatına birbaşa təsir edirik. İnsanın harada yatmasını, durmasını, yeməsini, yuyunmasını, geyinməsini və s. hər bir mövzuda təmin edən memarlıq sahəsidir. Bu ola bilər məktəb təhsilindəki bütün ssenarilər, bu ola bilər səhiyyə sahəsindəki bütün ssenarilər və digər bütün hər yer. Memarlıq olmasa insanlıq da olmaz. Bəli. Belə deyim də, o yaşının müdrik çağını yaşayan, qocaman memarlarla söhbət eləyəndə onlar 90-cı illəri, yəni digər peşə sənət sahibləri kimi əlbəttə ki, memarlıq üçün çətin illər hesab edirlər və həmin illərdə o memarlıqdan uzaqlaşan nə qədər bizim belə deyim, çox güclü memarlarımız olub hətta, amma zaman dövr dəyişib və bugün biz görürük ki, memarlara çox böyük ehtiyac var. Memarlıqda ənənə və novatorluq məsələsi necədir? Məsələn, 15-ci əsr memarlıq ənənələrimiz olub, 12-ci əsr intibah dövrü memarlıq ənənələrimiz olub. Siz həm də müəllimsiz deyə mən bu sualı sizə asanlıqla verirəm. Yəni, bugün memarlığa gələn tələbəyə
belə bir şərt qoyursunuz ki, siz bu ənənələrə əməl eləməlisiniz, çıxmamalısınız, milli dəyərlər, milli kimlik və s. Çox gözəl sualdır. Sözsüz ki, biz tarixi bilmədən gələcəyi heç vaxt qura bilmərik. Memarların qarşısında olan əsas ümdə vəzifələrdən biri də odur ki, memarlar gələcəyi şəkilləndirməlidir, həm də. Bugünü yaşamalı və gələcəyi bir formada şəkilləndirməlidir. Bugünkü bizim çəkdiyimiz xətt 10 ildən, 15 ildən sonra hansısa bir real bir nəsnəyə çevrilmiş olur. Ona görə də gələcəyi şəkilləndirməyin yolu tarixdən keçir. Tarix mütləq bilinməlidir. Tarix, ənənələr və xoşbəxtlikdən Azərbaycan elə bir coğrafiyada yerləşir ki və xalqın o qədər dərin mədəni irsi var ki, biz oradan çox bəhrələnə bilirik. Elə yerlər var ki, dünyada tarixi çox da qədim deyil, yeni yaranmış məskənlərdir. Orada tarixdən qurdalayıb çıxarda biləcəyi maraqlı nəsnələr yoxdur. Amma Azərbaycanda yüzlərlə, minlərlə tapmaq olar. Və ona görə də həmişə tələbələri həvəsləndiririk bu istiqamətdə ki, mütləq ənənəvi memarlığı, incəsənəti öyrənin, bugünün yaşam tərzi ilə birləşdirin və gələcək üçün yeni hansısa bir tumurcuqlar yaradın. Və o sonradan öz bəhrəsini verəcək, gül açacaq, meyvə verəcək. Bu da necə ərsəyə gəlir? Ümumiyyətlə memarlıq lokala bağlı olan bir peşədir. Yəni yerlidir. Hər bir bina öz yerinin binası olur. Yəni eyni binanı başqa bir yerə qoysan başqa cür o işləyəcək, bəlkə də uğursuz olacaq. Çünki burada faktorlar var, coğrafi faktorlar, mədəni faktorlar, dini faktorlar və digər məsələlər var ki, bu memarlığın məhz bir nöqtədə həmin yer üçün olmasını diktə edir. Bu səbəbdən biz ilk olaraq öz yaşadığımız ölkənin memarlığını bilməliyik. Və həmişə də tələbələrə deyirəm ki, o demək deyil ki, siz tarixdə olan eyni elementləri götürüb bu gün istifadə edin. Tarixdə olan ruhu istifadə edin. O kifayət edir. Ruh deyəndə də nəyə nəzər tutulur? Memarlığın biri var vizual görüntü, bir də var beynin oxuduğu hissə. Bu artıq birbaşa həndəsi və riyazi belə deyə formulalara bağlı olan bir tərəfidir. İnsan beyni bütün həndəsi formaları görür, analiz edir, oxuyur. Və ona görə də biz tarixdə olan həmin o mütənasibliyi, ölçüləri, ruhu götürüb istifadə edib müasir memarlıq dili ilə birləşdirəndə bu olur artıq çağdaş bir memarlıq. Əslində çətin bir formula deyil. Sadəcə onu hiss eləmək lazımdır. Hiss eləmək üçün onu yaşamaq lazımdır. Onu yaşamaq üçün onunla məşğul olmaq lazımdır. Getmək, gəzmək, görmək, tarixi əsərlərin rəsmlərini çəkmək. Məsələn, çox yaxşı praktikalardan biri odur ki, tələbə vaxtı hansısa məşhur binaların eskizini çəkmək. O eskizi çəkəndə o binaya fokus olursan, baxırsan, diqqətlə baxırsan və o sənin beyninə yazılmış olur. Nəinki kağıza, həm də beyninə yazılmış olur. Ona görə ənənəvi memarlığı öyrənmək, onları yaşamaq və bu dövrdə yaşatmaq çox vacibdir. İncəsənətin ayrı-ayrı sahələrində müxtəlif izmlər var. Rəssamlıqda müxtəlif izmlər var, ədəbiyyatda müxtəlif izmlər var, musiqidə improvizasiyalar var, nə bilim, incəsənətin müxtəlif sahələrində var yanaşmalar və bu gün ən əsas, ən vacib meyarlardan biri də kreativ olmaqdır. Bəli. Bu rəssamlıqda özünü bir cür göstərir, ədəbiyyatda bir cür göstərir, ayrı-ayrı misallar da çəkə bilərik. Amma mənə maraqlıdır ki, memarlıqda kreativlik nə deməkdir? Sərgilərə gedirəm, rəssam rəngləri qarışdırıb bir-birinə, deyir ki, bu mənim kreativ əsərimdir. Qoy tamaşaçı özü baxsın, hansı izmə aid eləyir eləsin. Bu mənim çəkdiyim rəsm əsərdir. Kimsə gəlir deyir, burada böyük bir xaos var. O biri gəlir deyir ki, bu böyük bir sevgi nümunəsidir. Hərəsi bir şey görür. Ya da bir yazıcı şeir yazır, 4 misradır. Ya deyir ki, bu poemadır. Mən bunu poema kimi qəbul edirəm, amma bir bəndli şeirdir. Bir poema var, bir həyat hekayəsi var burada. Poema olması üçün 10 vərəq yazılmalı deyil ki. Bilirsiniz, bugün mədəniyyətdə, incəsənətdə o qədər belə proseslər gedir ki, memarlıqda vəziyyət necədir, Urfan müəllim? Bir incəsənəti başa düşmək üçün başqa incəsənətlərdən öz incəsənətinə baxanda çox yaxşı hər şey aydın olur. Elə misal gətirdiyiniz başqa sənətlərdən də mən üstünə əlavə gəldim. Mənim qohumum, o da jurnalist, sizlə eyni ixtisası, yəni kolleqadır. İlqar Rəsul, çox güman ki, tanıyırsınız. Onun
Bir ən qısa poema deyilən bir poeması var. Möhtəşəmdir. Poema indi deyəcəm, çox qısa olduğuna görə başdan ayağa deyəcəm. O belə yazır ki, başımı anamın dizlərinə qoyub, gözlərimi yumub yatanda qolumdakı saat da yatırdı. Yəni təsəvvür edin, burada necə bir müasir bir yanaşma var. Həm necə hisslər var, necə o bütün hekayəni danışır. Ana və oğul arasında olan bütün münasibəti o iki kəlmə, yəni bir cümlədən ibarət olan poemada hər şey danışılır. Baxın, fotoqrafiya məsəl üçün yarananda rəssamlar nəyə görə dəyişdilər? Çünki artıq reallıq çəkmək maraqlı deyil idi. Fokus oldular hisslərə. Fokus oldular insanın daxili aləminə, onun yaşadığı bu mücərrəd hissləri kətana köçürməyə başladılar. Kreativlik bax burada özünü göstərir ki, sən məsələyə kənardan baxasan, fərqli yerdən baxasan. Şərt deyil əvvəlki qanunlarla gedəsən. Şərt odur ki, fərqli baxasan. Və o fərqli baxmağın da müsbət tərəfi var, mənfi tərəfi var. Müsbət olanda dahi olurlar, mənfi olanda dahi olmurlar. Ümumiyyətlə heç nə olmurlar. Primitiv olurlar və o primitivlə dahiliyi arasındakı fərqi normal insanların başa düşməsi üçün də nə lazımdır? Zövq lazımdır. O zövqü nə formalaşdırır? Məsələn deyək, rəsmə baxanda, abstrakt bir rəsmə baxanda, bunun gözəl və yaxud da primitiv olduğunu başa düşmək üçün gərək ona qədər yüzlərlə başqa rəsmlərə baxmış olasınız, öyrənmiş olasınız. Bu sizə həm göz, həm ruh, həm anlayış məsələlərini beyində inkişaf elətdirir. Və ondan sonra çoxlu yaxşı nümunələrə baxandan sonra yeni bir şey görəndə bunun yaxşı yoxsa pis olduğunu adam həmən anlayır. Yəni ən çox verilən suallardan biri odur ki, məsələn, abstrakt əsərə baxanda bunun nəyi yaxşıdır? Bunu məsələn deyirlər, mənim uşağım da edə bilər. Amma yox, uşağınız edə bilməz. Çünki bu əsərin bu yerə gəlib çıxmasına qədər insanlar öz həyatlarını sərf edirlər. İnsanlar tarixlər dəyişiblər, yazıblar, yeni tarix yazıblar, yeni üslublar yaradıblar. Ona görə mən ən çox arzuladığım əslində insanlara, yerli bu bizim həmvətənlərimizə odur ki, çoxlu fərqli incəsənət nümunələrindən, çoxlu nümunələrlə tanış olsunlar. Bir-iki rəssam tanımaq bəs deyil, bir-iki musiqiçi tanımaq bəs deyil, bir-iki memar tanımaq bəs deyil. Məsələn, ən böyük bəlalardan biri odur ki, Azərbaycan üçün insanlar öz memarlarını tanımırlar. Müasir dövrdə tanıyırlar, sosial şəbəkə və s. Amma 20-ci əsrdə o qədər dahi memarlarımız var. Onları heç memarların özləri də çox hallarda tanımırlar. Yəni, ona görə Azərbaycanlı olan memarları deyirsiniz. Çünki 20-ci əsr memarlıq tariximizdə biz qeyri-millətlərdən olan, məsələn, Rus memarları olub, Polyak memarları olub ki, onlar nə qədər binaların tikintisində iştirak ediblər. Razıyam, çox yaxşı ki, Azərbaycanda onlar olublar, yeni bir səhifə açıblar Azərbaycanda, amma həmçinin Azərbaycan memarları da olub ki, onlar heç də geri qalmayıblar dünya memarlarından. Onları da tanımaq lazımdır. Bu halda artıq cəmiyyətin zövqü qalxdıqdan sonra hər şey düzələcək. İncəsənətdə hər şey düzələcək. Çünki sifarişçi, biz məsələn memarlar sifarişçidən asılıdır. Yəni rəssam kimi özümüz üçün heç nə yaratmırıq. Kiminsə üçün və kimlərsə üçün yaradırıq. Ona görə də bizim işin son nəticədə yaxşı olmasının keçdiyi yol sadəcə və sadəcə sifarişçinin hansı səviyyədə bu işə yanaşmasından asılıdır. Orada büdcə məsələləri də var. Təbii ki, büdcə məsələsi var, orada texniki tapşırıqlar məsələsi var, nə istənilir məsələsi var. Mən həmişə deyirəm, bir layihənin, həmişə dediyim, yəni son illər bu qərara gəlmişəm ki, bir layihənin 50% sifarişçidir, 50% memardır. Bu o demək deyil ki, sifarişçi nə istəyirsə memar ona etməlidir. Qətiyyən o mövzu deyil. Sadəcə sifarişçinin visionu, sifarişçinin yanaşması birbaşa layihənin son nəticəsinə təsir edir. Ona görə deyək, gərək sifarişçi də zövqlü olsun, cəmiyyət zövqlü olsun, onda bütün memarlıq məsələləri öz həllini tapacaq. Deməli, bugün biz çox giləylənirik ki, Bakıda binalar tikilir, hündür mərtəbəli binalar tikilir və bəziləri zövqsüzdür və yaxud bir-birinə oxşayan binalar çoxdur.
Mən həmişə biz sizlə fikirləşirəm, Urfan müəllim. Bəlkə də bu sualım sizə gülməli görünəcək. Məsələn, Bakını gəzəndə, içəri şəhəri xüsusilə gəzəndə, orada biz o qədər binalar görürük. Bakıda tarixi binalar çoxdur. Baxırıq və mən həmişə fikirləşirəm ki, görəsən o Bakı milyonçuları ki, bu binaları tikdirib, bunların hamısına bu gün biz nə deyirik? Zövqlü binalar deyirik də. Yəni hardan bilmək olar ki, bu gün tikilən binalara və bugün bizim bəzi binaları var ki, onlara zövqsüz, bir-birinə oxşayan binalar deyir ya. Ki 100 ildən sonra, 200 ildən sonra deməyəcəklər ki, görün necə zövqlü binalar tikilib 100 il bundan əvvəl. Nəyi bilmək istəyirəm? Bax o məşhur binalar ki var Bakıda. Bakı milyonçular tərəfindən tikilib əksəriyyəti. Onlar hamısı zövqlüdür. Gəlin belə bir baxış edək bu mövzuya. Yəni mən fikrimi izah eləyə bildim. Bəli, tam aydın oldu fikriniz və çox maraqlı sualdır bu da. Gəlin məsələyə belə baxaq. Bizə elə gəlir ki, köhnə dövrdə tikilmiş binaların hamısı zövqlü idi. Amma yox, tarix həmişə zövqlü ilə zövqsüzü əliyir. Həmin dövrdə tikilmiş, indi gördüyümüz o qədim binalardan qat-qat artıq başqa tikililər də var idi, başqa binalar da var idi. Sadəcə onlar o qədər zövqlü və yaxud da zövqlü demək əlbəttə tam əhatə eləmir məsələn, amma düzgün deyək, zövqlü deyək, keyfiyyətli deyək bəlkə. Keyfiyyətli deyək. Bütün o binalar tarixin süzgəcindən keçib və bu günə gəlib çıxıb. Biz onları görürük, düşünürük ki, köhnələrin hamısı yaxşı idi. Digərləri isə tarix silib. Bu gün də o qədər binalar tikilir və onların cəmi 1% qədər yaxşı olsa bu böyük bir göstəricidir. Digərləri silinib gedəcək tarixdən. Yəni köhnə, qədim yaxşı demək deyil. Yaxşı köhnələşib qədimləşə bilir. Bax bu cür baxsaq tam aydın olar bizə. Yaxşı, bəs bu gün tikilən binalar niyə bir-birinə oxşuyur deyən adamların sayı çoxdur sizcə? Və bir şey də deyim də, həmişə mən pəncərəni açanda yaşıl rəng axtarıram. Bu bizim insan boz rənglərdən bezmişik artıq Urfan bəy. Bu insanın təbiətindən asılı olan bir şeydir ki, insan təbiətə bağlıdır, əlbəttə yaşıllıq istəyir. Təəssüf ki, Bakıda yaşıllıq səviyyəsi çox deyil, faiz nisbəti ilə götürsək. Amma yenə də var, buna da şükür. Elə şəhərlər var ki, daha da acınacaqlı vəziyyətdə. Coğrafi faktorlara görə ola bilər, şəhərsalma faktorlarının ola bilər. Yəni mən pozitivəm ümumiyyətlə, nə baxımdan razıyammı? Yox, amma pozitivəm. Çünki daha betərlərini də görmüşük. Ona görə ümumiyyətlə bir şəhəri qiymətləndirmək üçün mütləq kənar şəhərlərdən baxmaq lazımdır ona. Şəhərin içərisindən olub baxanda yadımdadır ki, mən xaricdə oxumamışdan əvvəl və xaricə səfərlər etməmişdən əvvəl Bakıdakı bütün minusları görürdüm, gözümə girirdi, ancaq onlara fokus olurdum. Xarici gəzəndən sonra, görəndən sonra kənardan baxanda müəyyən plusların da olduğunu gördüm. Bakı gözəl şəhərdir, Bakı möhtəşəm şəhərdir. Təsəvvür edin, son 20-25 ildə Bakıda sizin dediyiniz bir-birinə oxşar, zövqsüz, nə qədər binalar tikilmiş olmasına baxmayaraq, hələ də Bakı gözəldir. Yəni, onun qədrini bilmək lazımdır və təbii ki, hər bir layihədə onu nəzərə almaq lazımdır ki, Bakı üçün eləyirik, gələcək üçün eləyirik, şəhər üçün eləyirik. O ki, qaldı, bir-birinə oxşayan binalar nəyə görə var, zövqsüz binalar nəyə görə var? Bilirsiniz, memarlıq sonunda həmişə mən ustalarla işləyəndə və yaxud da sifarişlərlə işləyəndə deyirəm ki, sonunda memarı tanıyırlar və pis olsa memarı qınayırlar. Yaxşı olsa memarı tərifləyirlər. Sonunda memar görsənir. Amma prosesdə çoxlu faktorlar var. Burada ən vacib büdcə məsələsidir. Ondan sonra sifarişin yanaşması məsələsidir. Binanın yerləşdiyi yer məsələsidir. Memarın özünün səriştəsi məsələsidir. Bu faktorlar son nəticəni göstərir. Təkcə memarlıq yox, memarın özü yox. Digər bütün faktorlar. Və bəzi hallarda hətta deyərdim ki, binanın estetikası bütün digər rəqəmlərin içərisində cəmi 1% qədər maraqlı olur sifarişçiyə. Çünki axı bu kvadrat metrəsinə görə satılmalıdır, tikilməlidir, material alınmalıdır. Bu bir biznesdir. Memarlıq mütləq şəkildə böyük bir büdcənin nəticəsidir. İstənilən halda balaca bir tikili, balaca büdcə, böyük tikili, böyük büdcə. Yəni öz həcmi ilə büdcə arasında bir nisbət var. O dəyişməz olaraq qalır. Və bu səbəbdən də estetika çox hallarda ikinci plana düşür, üçüncü plana düşür. Təbii ki, bu memarın da özündən də asılıdır. Məsəl üçün, mənə də müəyyən sifarişçilər gəlir, görürəm ki, bu biznes layihəsidir, buradan qazanc əldə eləmək olar, amma memari olaraq o ləzzəti almayacamsa, mən o layihəni eləmirəm. Düzdür, şükür Allaha ki, mənim belə bir kaprizm üçün şəraitim var.
o cəhətdən ki, müəyyən bir kütlə mənim işlərimi başa düşür, onlar istəyirlər mən onlar üçün işləyim. Amma məcbur olmadıqca heç vaxt eləmərəm və məcbur olsam da hətta sənətimi dəyişərəm, nəinki bu işə alver kimi baxaram. Yəni bu incəsənət tərəfi vardı istənilən halda. Amma son nəticə həmin o memarın və yaxud da incəsənət adamının öhdəsində olan məsələ deyil. Çoxlu digər faktorlar var. Memar olmaq üçün mütləq universitet bitirmək lazımdır da. Bu da maraqlı sualdır. Universitet bitirmək məsələsinə gəlir. Məsələn, 20-ci əsrin memarlıq şəraitində bir 7-8 dahi memarın adını çəkmək olar ki, onlar təhsil almayıblar. Amma hal-hazırki müasir memarlıq onların qoyduqları qanunlar üzərində inkişaf edir. Qanunlar deyəndə, yəni onların estetikası, yanaşması, bəzi hallarda müəyyən prinsiplər. İndiki dövrdə isə yenə də olmasa olar. Çünki nəyə görə deyirəm? Universitet dövründə universitetdən öyrəndiyim məsələlər çox az bir hissəsini təşkil edirdi memarlığın. Ümumiyyətlə, universitetdə memarlığın maksimum 5%-ni, 10%-ni öyrənə bilsə, tələbə böyük bir göstərici sayılır. Yəni təcrübə mütləqdir. Bəli, təcrübəsiz bu iş mümkün deyil. Amma indiki dövrdə bu təhsil məsələsi nə qədər vacibdir? Çünki indi alqoritmlər var, kompüter texnikası var. Elə məsələlər var ki, onları biz oturub evdə öyrənə bilmirik. Ona mütləq mentor lazımdır. Məsələn, mən tələbələrlə işləyəndə mən onlarla müəllim tələbə kimi yox, bir növ mentor kimi, bir növ onları belə deyək, rəhbəri kimi layihələrin üzərində dayanıb onlara real çıxan problemləri izah edirəm. Həyatda necə baş verir, onlar necə yanaşmalıdır, bunları göstərirəm. Nəinki teorik hansısa bir şeylər öyrədirəm. Yəni praktik bir işdir və mütləq şəkildə təbii ki, bu təcrübə ilə öyrənilməlidir. İndiki dövrdə isə təhsil nə qədər vacibdir sualına cavab versək, qismən vacibdir. Ondan da vacib olan məsələ odur ki, insan öz üzərində nə qədər çox çalışır. İstənilən incəsənətdə zaten belədir. Yəni dünyanın ən yaxşı, məsələn deyək, bəstəkarlıq və yaxud da deyək, konservatoriyasında oxuyursan, amma öz üzərində çalışmırsansa, o heç kəsə lazım deyil. Bəli. Və siz bayaq bir məsələni dediniz. Dediniz ki, müxtəlif alqoritmlər var. Mənim yadıma dərhal süni intellekt düşdü. Bəli. Bu gün süni intellektdən ev dizaynı istəyən nə qədər adam var və yaxud memarlıq bu qədər ərazidə belə bir ev tikmək istəyirəm. Bunun memarlıq üslubu necə olsun sualını verən o qədər insanlar tanıyıram ki. Yəni bu süni intellekt sizin peşənizi əlinizdən ala bilərmi? Heç vaxt. Bu qısa cavab, biraz da geniş açıqlasam. Net. Buyurun. Adətən suallar verirlər ki, mən əvvəllər öz şəxsi dərslərim də var idi və çox insanlar yazırdılar ki, bəs hansı kompüter proqramlarını öyrənsəm memar ola bilərəm. Mən həmişə onlara misal gətirirdim ki, əgər yazar olmaq istəyirsənsə, Word proqramı sənə lazım deyil, həyatı öyrənmək lazımdır. Word proqramını əzbər bil hər şeyini. Nəyi yazacağını bilməyəndən sonra o proqram sənə heç bir köməklik göstərməyəcək. Eynilə memarlıq proqramları da belədir. Əgər sən nə dizayn edəcəksən, nə layihə edəcəksən bilmirsənsə, o proqramlar sənə kömək olmur. Eynən süni intellekt də belədir. Mən özüm demək olar gündəlik süni intellektdən istifadə edirəm. Amma nə istədiyimi dəqiq bilirəmsə ondan nəticə ala bilirəm. Və çox hallarda da aldığım nəticəni yenə də özüm başqa proqramlarda inkişaf elətdirirəm. Yəni kompüter proqramları və süni intellekt bir-birinə yaxındır deyə proqramlar təxminən 25 il əvvəldən yaranmağa başladı. Azərbaycanda təxminən 25 ildən bu yana inkişaf eləməyə başladı. Süni intellekt isə son 2-3 ildə daha çox aktuallaşıb. Eyni proseslər gedib. Həmin dövrdə də memarlıq işi, məsələn bir layihə 2-3 ilə başa gələrdisə, kompüterin sayəsində 2-3 aya başa gəlməyə başladı. Yəni sürətləndi proses. İndi də süni intellekt o prosesi biraz daha sürətləndirib, artıq 3-4 aya başa gələsi layihələr 3-4 günə də başa gələ bilir. Bu sürət nəyə pis təsir edir, mənfi təsir edir? Yaradıcı insanın düşünmə vaxtına. Bəli.
İndi mən bir şey açıqlayacağam. Mən çox efirlərdə olmuşam, amma birinci dəfədir bunu açıqlayacağam və mənim sifarişlərim ümid edirəm ki, mənə qulaq asırlar. Mən ekskluziv yanaşmaları çox sevirəm Urfan mənim. Xahiş edirəm, bütün qonaqlarımız gələndə ilk açıqlamalarını İctimai Radioda eləsinlər. Sifarişlərimdən xahiş edirəm ki, qulaqlarını yumsunlar. Nəyə görə deyirəm? Məsələn, mən bir layihəni işləmək üçün müəyyən bir vaxt tələb edirəmsə, deyək ki, 2 ay vaxt tələb edirəmsə, onun birinci ayı çox vaxt heç bir iş görmürəm. Sadəcə düşünürəm. Düşünmək çox vacibdir. Beyində onu çevir eləmək çox vacibdir. Beyində onu həll edəndən sonra, ondan sonraki yerdə qalan bir ay ərzində onu kompüter proqramlarının, süni intellektin köməkliyi ilə görünən bir nəsnəyə çevirmək çox daha doğru və asan başa gəlir. Nəinki oturasan, nə etdiyini bilmədən kompüter proqramları ilə nəsə edirmiş kimi yamsılayasan memarlığı və nəticədə yaxşı olub yoxsa olduğunu bilmədən sifariş verəsən. Düşünmək lazım. Beyin çox vacibdir. Və ona görə də bu sürətlənmiş proses mənfi təsir edir memarlığın inkişafına. Vaxt ayırmaq lazım. Təsəvvür edin, aylarla davam edən, əllə çizilən Sovet dövrünün, belə deyək də, 20-ci əsrin memarlıq prosesində memarın düşünməyə nə qədər vaxtı olurdu? Layihə haqqında düşünməyə. İndi o vaxt yoxdur. Qaça-qaçdır. Sifarişçi də tələsir, memarlar da qazanc üçün tez-tez eləyib vermək istəyir. Amma nə gözəl olar ki, biraz çox vaxt almaq üçün razı salasan sifarişçini və onun böyük hissəsini düşməyə həsr edəsən. Bundan sonra əlbəttə keyfiyyətli işlər çıxa bilər. Əllə çəkirsiniz heç eskizləri? Mütləq. O bilirsiniz nəyə oxşadı? Bunun ən böyük təbliğatçısıyam. Doğrudan, bilirsiniz bu nəyə oxşadı? O şairlər soruşurlar, kompüterdə yazırsınız şeirlərinizi yoxsa qələmlə? Memarlardan da istəyirəm bilim. Yəni bugün eskizlər, əllə eskizlər çəkən memarlarımız var da, yəni. Təbii ki var. Əslində çox maraqlı bir söz dediniz. Mən öyle düşünmürdüm ki, məsələn şairlər əllə yazırlar, yoxsa kompüterlə yazırlar. Maraqlı bir məqamdır. Bu haqqda düşünməmişdim. Bilirsiniz, əllə edilən işdə ən çox inandığım məsələlərdən birini sizlə bölüşüm. Memarlıq o zaman yaxşı olur ki, baxanda həmin əsərə, həmin binaya hiss edirsən ki, memar öz ruhundan bir parça qatıb buna. O ruh olmasa, istər rəsm olsun, rəngkarlıq, heykəltaraşlıq, fərqi yoxdur. Bütün incəsənətlərə bu aiddir. Yaradan insan öz ruhundan bir parça ora verməlidir. Verməsə o ruhsuz qalır da, o hiss olunur, bilinir ki, bunun ruhu yoxdur. O ruhu vermək üçün də vaxt xərcləmək lazımdır. Sən özündən enerjini tökməlisən ona. Onun da ən ilkin yollarından biri odur ki, eskiz çəkmək. Eskiz çəkərək sən beyindəki təsəvvürlərini həmən kağızın üzərində görürsən, qərarlarını verə bilirsən, tez başa gəlir, estetik olur çox hallarda, olmaya da bilər, yəni şərt deyil. Əsas odur ki, sən onu vizuallaşdırırsan. 2 dəqiqənin içində vizuallaşdırırsan. Məsələn, onu kompüterlə eləsən, bir neçə saat vaxt gedər, amma əllə eləyəndə bir neçə dəqiqə vaxtın gedir. Süni intellektin, baxın, bu bayaqki suala da qayıdım, mənfi tərəflərindən biri odur ki, o eskizlə eyni vaxtda başa gəlir. Amma eskizdən qat-qat realistik nəticələr verir deyə insanlar çaşdırır. İnsanlar elə bilər ki, bu yaxşıdır, düzgündür. Amma vaxt, sərf olunan vaxt azdır deyə nəticə o qədər də yaxşı alınmır. Eskiz isə mütləq memarlıq üçün vacibdir. Bu bir növ siz nə ilə müqayisə eləmək olar? Təsəvvür edin, bəstəkarlıq fakültəsində oxuyursunuz, amma not yazmağı bilmirsiniz. Onda beyninizə gələn bütün o musiqilər havaya getmiş olacaq. Bir də var, siz onu həmən köçürdürsünüz nota, həmin melodiya qalır orada, hətta illər sonra siz ona müraciət edə bilərsiniz. Binanın bir hissəsində olan element 5 il əvvəlki hansısa eskizimdə olan elementdir. Digər element, məsələn, 7 il əvvəlki eskizdən, bir element 3 il əvvəlki eskizdən. Bilirsiniz, o eskizlər çəkilə-çəkilə siz özünüzə data yığırsınız. O estetika, həcm, forma, hansısa bir formulalar yığırsınız. Və sonradan vaxtı gələndə onlar bir-bir beyindən çıxmağa başlayır və onlardan istifadə edirsiniz. Ona görə olduqca vacibdir. Bəli, çox gözəl yanaşmadır əslində. Sizin memarlıq əsərlərinizə baxanda mən orada çoxlu rənglər gördüm. O qədər xoşuma gəldi, tam səmimi deyim. Ümumiyyətlə, bilmirəm bu nə vərdişdirsə, hər şeydə o müxtəlif rənglər, al-əlvan tonları axtarmaq. Mənə elə gəlir ki, mənim kimi nə qədər insan var da bu dünyada, bu cür düşünən. Yəni, ağ-qara elə bilirəm ki, bu çox yeknəsəkdir. Amma sizdə o qədər fərqli rənglər var idi ki, və mən şəhərimizi də, doğma Bakımızı da o cür
rəngli görmək istəyirəm. Burada coğrafi amillər təsir göstərə bilərmi bu rəng məsələsinə? Siz peşəkarsınız, daha yaxşı bilərsiniz. Çünki mən bildiyimə görə və yaxud da eşitdiyimə görə günəşin düşmə bucağı məsələsi var. Bəli. Hansı rəng o bucağa daha yaxşı təsir eləyər? Bəlkə biz elə şəhərimizdəki binaları hərdən qınayırıq ki, niyə hamısı bu rənglərdədir? Bəlkə bunun səbəbi var, biz bilmirik. Günəşin düşmə bucağı da vacibdir. Məsələn, bir məşhur bir filmlərdən birində var. Memar ata oğlundan soruşur ki, bu layihə necədir? Oğlu deyir ki, pəncərələri böyükdür, zal yekədir, yaxşıdır hər şey filan, amma atası qayıdır ki, yox, sən sual verməliydin birinci növbədə ki, bu bina hansı şəhərdə yerləşir? Barselonada yerləşirsə, oranın günəşi fərqlidir. Məsələn, Parisdə yerləşirsə, tamam fərqlidir. Yəni hər bir şəhərin özünün günəşi qəbul etmə bucağı var deyə, o həmin şəhərin ab-havasına təsir edir. Məsələn, indiki müasir bir misal gətirək. Filtrlərdə olan adlar ki var, şəhər adlarıdır fikir versəniz. Həmin şəhərin ab-havasına uyğun o filtrləri yaradırlar. Bəli. O məşhur sosial şəbəkələrdə. Yəni hər şəhərin öz günəşin düşmə bucağı olduğuna görə o və günəşli günlərin sayının az və ya da çox olması memarlığın rənglərinə də təsir edir. Məsələn, misal gətirsək, Peterburq şəhərində siz yan-yana bir-birinə hətta birləşik çoxlu klassik binalar görə bilərsiniz. Müxtəlif rənglərdə. Onlar müxtəlif, fərqli rənglərdədir. Qırmızı, sarı, göy, yaşıl, pastel tonlarda rəngli klassik binalardır. Bunun səbəbi odur ki, həmin şəhərdə günəşli günlərin sayı çox azdır. Hətta günəşli gün olanda insanlar toy, bayram kimi axın edirlər şəhərə. Pozitiv olurlar, deyirlər, gülürlər. Çünki günəşli günlərin sayı az. Buna görə də memarlıq məcburdur o rəngləri özündə göstərsin ki, insanlar bir növ öz tələbatlarını ödəsinlər, o rəng tələbatını ödəsinlər. Bunu görmək olar Viyanada da, Praqada da, hansı ki şimali, şərqi Avropa şəhərlərində. Amma məsələn Meksikada günəş çoxdur, boldur. Orada da oranın da öz ab-havası var. Meksikanın mədəniyyətində rənglər həddindən artıq boldur. Çünki o istifadə olunan rənglər günəş bir növ onun haqqını verir. Sizcə bizim bu küləkli, bu gözəl Bakımıza daha çox hansı rəng yaraşar? Oy, bu elə sualdır ki, bu haqqda konkret cavab vermək çətindir. Bir memar yanaşması olsun da verilişimizin sonuna artıq yaxınlaşırıq. Bakıya təbii ki, biz baxsaq ki, Bakının kökü, ürəyi haradır? İçəri şəhərdir. İçəri şəhərin memarlığı nədir? Bakı daşı. Bakı daşının, əhəng daşının rəngindədir. Təbii ki, normaldır ki, bu rəng çox olsun, amma insanı bir yerdən sonra artıq bu yormağa başlayır. Ona görə mənə elə gəlir ki, Bakıya yaraşar yaşıllığın yaşıl rəngi, yerli təbii daşın rəngi və bir də ki, bu boz günlər ki var, mən həmin günlər heç evdən çıxmaq istəmirəm. Həmin günlərdə baxanda insanın ürəyini açacaq əlvan rənglər olsa, insanların həyatına, uşaqların gələcəyinə müsbət təsir edəcək istənilən halda. Sizcə 20-30 ildən sonra memarlıq daha çox texnoloji olacaq, yoxsa insani? Bu elə bir sualdır ki, kaş ki elə bir eynəyim olardı, geyinərdim o eynəyi və görərdim gələcəyi. Yəni mənim ən çox arzuladığım şeylərdən biri odur ki, əlçatmaz arzulardan biri odur ki, məsələn 500 il sonra məhz Bakı və yaxud da dünya hansı formada olacaq? Bu memarların həmişə ən çox arzuladığı bir şeydir ki, gələcək necə olacaq? Çünki gələcəyi biz formalaşdırmağa çalışırıq. 30 il sonra Bakı mənə elə gəlir ki, çox daha gözəl və insan yönümlü olacaq. Yaxşı ki, indidən başlanılıb bu məsələlərə. Artıq biz onun nəticələrini görürük. Bu ildə şəhərsalma memarlıq ilidir. Bəli, və bu il çərçivəsində də müəyyən geniş miqyaslı tədbirlər görüləcəyinə ümid edirəm. Bakı daha çox insan yönümlü olacaq. Bu mənim arzumdur. Necə görürəm yox, mənim necə arzulayıram odur. Çox sağ olun. Siz sağ olun. Biz sizin arzularınıza şərikik və sizə uğurlar arzu edirik. Təşəkkür edirəm. Sizə də işləriniz uğurlar. Çox sağ olun.